Dostlar salam. Bu gün biz C-stand təkərləri haqqında danışırıq. Niyə görə təkər? C-standı niyə görə bu təkərlə istifadə etməliyik? C-stand videomuza baxmısınızsa, yer gəlmişkən buradan link qoyuram, buradan izləməyənlər baxa bilər. C-standlər çox ağır olur, çünki onlar poladdır, daha dözümlüdür. Bəzən üzərindəki avadanlıqlarla bir yeri çəkisi 15, 20, 25 kiloqramlara qədər gəlib çata bilir. Belə olanda da onları məkan daxilində hərəkət etdirmək çətin olur və buna görə də biz təkər istifadə edirik. Bu təkərlər hansı səthlərdə gedə bilir? Təkər xalçada, taxta üzərində, beton üzərində çox rahatlıqla hərəkət eləyə bilir. Quraşdırma qaydası çox sadədir. Bu formada ayağa bağlayırıq. Əvvəlcə baxırıq ki, bu istiqamətdə ox düz olsun. Sonra isə bu gördüyünüz vinti sıxırıq. Burada isə əyləc sistemi var. Dayağı yerləşdirəndən sonra kilidə salırıq ki, tərpənməsin. Bu qədər dostlar, C-stand təkərləri haqqında deyəcəklərim bundan ibarət idi. C-stand və ümumiyyətlə digər texnikalarla davranış zamanı təhlükəsizlik tədbirlərinə diqqət etməyi unutmuruq. Əgər bu formada videolar sizə maraqlı gəlirsə, Texas YouTube kanalına abunə ola bilərsiniz. Aşağıda linklər qoyuruq ki, həm bu C-standə, həm digər dayaqlara, ümumiyyətlə başqa avadanlıqların videolarına baxa biləsiniz. Sağ olun, növbəti videolarda görüşərik.